Salam dostlar, bir fikirlər gəlibdi, hansından dərhal bölüşmək istəyirəm, unutmamış. Baxın, insan xəstələnəndə çox vaxtı üzünü tutur müalicə üsullarına. Bu, istər hansısa dəvə dərmanlar olsun, süni, sintetik vasitələr olsun və yaxud da hətta təbii, natural müalicə yolu. Hamısında demək olar ki, böyük əksəriyyətində istifadə olunan məhsullar bitki mənşəli məhsullarıdır, preparatlar falan. Və insan onların köməyi ilə şəfalanır. Ondan savayı biz demək olar ki, hamımız bilirik ki, toxumlar, ləpələr, meyvə, tərəvəzlər necə faydalıdırlar insan bədəni üçün. Hətta bəzən məqalələr çıxır, oxuyursan ki, balqabaq tumu filan bir şeyə köməkli eləyir, qurdları qovur. Nar dənələri, narın özü protivogripkovi, protivoparazitarni və s. Yəni hər il, hər gün, hər ay bir tədqiqatlar çıxır bunlarla bağlı. Və maraqlısı orasındadır ki, hamı bunu bilir, amma nə vaxt sən deyirsən ki, məsələn də bitki mənşəli pəhriz, bitki mənşəli qidalanma ən sağlıqlı bir qidalanmadır, insanlarda o qədər suallar başlayır yaranmağa bununla bağlı. O qədər suallar, sən təəccüblə baxırsan ki, ya Rəbbim, sən dünənə qədər piçenya ilə, pirajki ilə çay içən birisisən, sən bunların hamısını hardan bilirsən? Mənə bu qədər sual verirsən. Bəs B12, bəs omega 3, bəs immunitet, bəs dəmir azlığı, hem dəmir lazımdır və s. O qədər bu illər ərzində bir şeylər eşitmişəm ki, təəccüblənmişəm da ki, yəni sən bunların hamısını hardan bilirsən? Və maraqlısı orası, yəni sən özün bunları tətbiq edirsən, yoxsa yəni sadəcə hardasa oxumusan, danışırsan. Bax, məlumatlıyıq hamımız, məlumatlıyıq, amma tətbiq etmirik deyə bax bu qədər belə bir absurd bir şeylər üzə çıxır. Və iş orasındadır ki, demək olar, yəni heç bir müalicə növündə yazılmır ki, sən nə bilim də dırnaq yeməlisən, nə bilim də filan şeyin başını yeməlisən, nə bilim qənədi mütləq şəkildə yeməlisən ki, nəysə belə şey olasan da sağlıqlı olasan. Onları adətən sıradan bir qidalanmada edilir bu və insanlarda ona görə bəlkə də sual yaranır ki, bəzi zulalı hardan alırsan. Çox maraqlıdır. Yəni bunlar ki, hamısı səni şəfalandıran bir şeylərdir və nəyə görə sən ancaq xəstələndiyin zaman onlara üst tutmalısan? Bəlkə Hipokrat demiş, qidan dərmanın isə elə qidan olsun. Və nəyə görə bu barədə insanlar düşünmürlər, çox maraqlıdır mənə. Nəyə görə onlar başlayırlar sırası belə sorğulamağa, problemlər üzə çıxartmağa ki, hansısa bir çatışmazlıqlar yaranar. Necə çatışmazlıqlar yarana bilər? Əgər sən çatışmazlıqlara qarşı elə bitki mənşəli bir şeylərdən istifadə edirsən. Bu ki, absurddur. Sən çatışmazlıqlarına qarşı bitki mənşəli bir şeylər istifadə edirsən. Bir daha təkrarlayıram, bax, çatışmazlıqlara qarşı bitki mənşəli bir məhsullardan istifadə edirsən. Bu, istər süni olsun, istər əlavələr olsun, istər təbii bir məhsullar olsun. Amma bitki mənşəli qidalanmadan qorxursan ki, səndə çatışmazlıqlar yaranar. Qorxuram, bunu bir daha təkrarlamalıyam. Çatışmazlıqların yaranıbdır deyən, bitki mənşəli məhsullardan istifadə eləyirsən ki, hansısa bir vitamin, mineral balansını tənzimləyəsən, amma sənə deyəndə ki, bitki mənşəli pəhriz ən sağlıqlıdır, sən dərhal başlayırsan qorxmağa ki, hansısa çatışmazlıqlarım yarana bilər. Bu ki, absurddur. Bunu sadəcə düşünmək lazımdır. Yəni, necə bunun nə əlaqəsi var? Necə bu çatışmazlıq səndə yarana bilər? Əgər sənin təmin eləyən vitamin və mineral balansını təmin eləyən əsas bir maddələr elə bitkilərdədir.
Necə onlardan qidalandığın zaman səndə çatışmazlıqlar yarana bilər? Yoxsa sən düşünürsənsə ki, hansısa çolpanın orqanizması sintez eləyə bildiyi bir şeyi sənin orqanizması sintez eləyə bilməyəcək, insan orqanizması. Yəni bu qədərmi bizim orqanizmamız bərbaddır, düşünülməyibdir təbiət tərəfindən, yaradıcı tərəfindən ki, absurd yanaşmadı. O üçün, əziz insanlar, bir sözlə bu barədə düşünməyiniz üçün bu videonu çəkdim. Ümid edirəm doğru zamanda doğru ünvana çatacaq. Hər bir halda faydalı olmaq niyyəti ilə çəkilibdir. Təşəkkür edirəm. Bir daha sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın. Özünüzə.